imansızlıq edib vətəndaşın qazını kəsib, haqsız yerə vətəndaşın qazını kəsib, imansızlıq edərək qaz əməkdaşları, qaz idarəsinin əməkdaşları hələ utanmadan onu öz statusunda da bəhbəhlə paylaşırlar. Masallı şəhəri Hacı Əlibala küçəsi, sayğac nömrəsi GCZ 0088090. Abonent Oktay Rufullayev Əsədoğlu. Borc 419 manat 48 qəpik. Qaz təminatı qaynaq vasitəsilə dayandırılır. Təbii ki, bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət olunacaq. Media olaraq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik. Masallı rayon Heydərli küçəsində yaşayan Rufullayev Oktay Əsədoğlu bizə müraciət edərək bildirir ki, dəyərli dostlar, hər birinizi salamlayıram. Hal-hazırda yanımda Masallı rayon Heydərli küçəsində yaşayan Rufullayev Oktay Əsədoğlu var. Bunu özünüzü təqdim edin. Rufullayev Oktay Əsədoğlu. Bildirmək istəyirəm ki, Rufullayev Oktay Əsədoğlu Azərbaycan Respublikasının Azərqaz İstehsalat Birliyinin baş direktoru cənab Azər Məmmədova şikayət ərizəsi ünvanlayıb, şikayət ərizəsində deyilir. Mən Rufullayev Oktay Əsədoğlu Masallı rayon Heydərli küçəsində yerləşən mənə məxsus olan yaşayış evinin abonenti olaraq bildirirəm ki, 21 may 2026-cı il tarixdən Masallı regional qaz istismar sahəsinin əməkdaşları tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən mənzil qaz təchizatı dayandırılmışdır. Hadisə ilə bağlı məlumat almaq məqsədi ilə aidiyyəti qurumlara müraciət etdikdə mənə bildirdilər ki, güya mənim 357 manat məbləğində cərimə borcum mövcuddur. Həmin cərimə 2024-cü ildə tətbiq edilmişdir. Lakin qeyd olunan tarixdən indiyənədək bu barədə mənə heç bir rəsmi bildiriş təqdim edilməmişdir. Nə yazılı xəbərdarlıq olunmuş, nə də aylıq ödəniş qəbzlərində hər hansı borc göstərilməmişdir. 2026-cı ildə yalnız SMS vasitəsilə məlumat aldıqdan sonra məsələ ilə bağlı idarəyə yaxınlaşdım. Mənə cərimənin əsasını təşkil edən sənədlərin təqdim olunmasını tələb etsəm də heç bir rəsmi sənəd verilməmişdir. Daha sonra asan xidmətə müraciət etdikdə sistemdə mənim adıma hər hansı bir cərimə barədə məlumat olmadığını bildirmişlər. Bildirirəm ki, 2024-cü ilin sentyabr ayında mənim evimin yaxınlığında baş vermiş hadisə nəticəsində sayğaca zərər dəymiş. Həmin vaxt məsələ ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat vermişəm. Hadisə yerinə gələn əməkdaşlar Əlzamin Hüseynov və saha nəzarətçisi İlham İmanov tərəfindən sayğac dəyişdirilmiş, polis arayış təqdim olunmuş, sayğacın dəyəri olan 93 manat məbləğində ödəniş etmişəm. Həmin vaxt bizə əlavə cərimə tətbiq olunmayacağını bildiriblər. Lakin bütün bunlara baxmayaraq 21 may 2026-cı il tarixində Masallı qaz sahəsinin əməkdaşları İlham İmanov və Sənan adlı işçi tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən yaşayış evinin qaz təchizatı dayandırılmışdır. Bundan əlavə, həmin əməkdaşlar tərəfindən vətəndaşa qarşı kobud davranış nümayiş etdirilmiş, mənə izahat vermək və sənədləri təqdim etmək cəhdimi nəzərə almamışlar. Və dəyərli dostlar, qeyd edeyim ki, həmin adlarını çəkdiyim şəxslər qaz təchizatını dayandırdıqdan sonra, qeyri-qanuni dayandırdıqdan sonra bunu video şəklində alıb, video şəklində alıb öz WhatsApp statuslarında indi burada paylaşıram. Baxarsınız, öz WhatsApp statuslarında paylaşıblar. Hal-hazırda vətəndaş bu borcla razılaşmır. Niyə razılaşmır? Çünki bu kişinin əlində məhkəmə sənədi var, polisin arayışı var, sayğaca dəymiş maddi ziyan ödənilib, onun heç bir borcu yoxdur. O videoda deyir ki, bu qədər borcu var, kəsirəm, onun orada 40 manat borcu var, onu ödəyib, o qalanlar digərləri qalıb, bunu gəlib kəsiblər. Bu müraciətlər olunandan sonra gəlib indi bərpa eləyiblər və onsuz da Masallı rayonunda qaz idarəsi ilə bağlı şikayətlər çoxdur. Bu hələ birinci vətəndaşdır. Bundan sonra bəlkə bir 10 vətəndaş, 20 vətəndaş bizə müraciət edib bu qazla bağlı. Buyuruq da ki, mən sənin rəsmi Azərbaycan Respublikasının Azərqaz İstehsalat Birliyinin rəhbəri Azər Məmmədova ünvanladığın rəsmi məktubu tamaşaçılara oxudum. Sən də buyur sözlərini demə. Nə söz deyim ben? Ne dedim ben de sizden çalışan bulundum. Çox sağ olun. Qaz istismar sahəsindən və əməkdaşlarından şikayətlidir. Ona görə Cənubi Səsi televiziyasına müraciət edir və biz onun müraciətini işıqlandırılıb paylaşırıq. Qeyd edək ki, vətəndaşın heç bir borcu olmadan və qaz əməkdaşlarının bildirdiyinə görə qaz istismar sahəsinin rəisi Ramin adlı şəxs tapşırıq verib ki, Sənanla İmanov Naildir, Sənan İlham İmanova
tapşırıq veriblər ki, bu kişinin qazını kəsin. Qeyd edək ki, burada hadisə baş verib, hadisə zamanında şok tikətəyən 93 manatı vətəndaş tərəfindən ödənilir, polisdən arayış alınıb, dərhal müvafiq orqanlara məlumat verilir. Bilirsiniz ki, masalı rayonunda bu qazla bağlı problemlər tutarmır. Biri də bu vətəndaş Oktay kişidir ki, bunun da hal-hazırda belə bir problemi var. Materiallar ətraflı sizlərə təqdim edirəm. Buyurun.